akademiyadan mənəm, məşqçilər gəldik, əlimizdən gələni eləməyə çalışdıq ki, komanda bəlkə toparlanar, nəticələr yaxşı olar, amma görünən odur ki, nəticələr yaxşı olmadı və belə deyək də, azarkeşlərimizi üzdük, hamımız bir yerdə. 3 oyunla müqayisədə düşünürəm ki, ən pis oyunumuz bugünkü oyun oldu. Birinci hissədə bəlkə də rəqibə biraz müqavimət göstərməyə çalışdıq. 2 hücumçu ilə çıxdıq ki, rəqibə bəlkə baskı edə bilərik, təzyiq edə bilərik. Sonra birinci hissədən sonra bəzi futbolçular zədə səbəbindən əvəz etmək istədilər, əvəz etmələr etdik. Oyuna təsir etməyə çalışdıq, yəni bu da bəhrəsini vermədi. Bu qədər. Suallar da mətləbsən, İbrahim. Mən sualım oldu. Komanda üzərindən dəqiqdir. Təxtikciyimizdə amma 3 oyunda 3 dəqiqə ərzində daha komanda etmişdir. Bir gol belə oldu. Bunun səbəbi nədir? Və ikinci sualım da bu, Neftçidə bir, belə deyək də, biraz lordu desək, 3 gündür komandaya gələn Alessio Kurçidən başqa bir adam tapılmadı. Gedib azarkeşlərin qarşısında üzrxahlıq eləsin bugünkü məğlubiyyətə görə. Bilirsiniz, komanda yay toplanışından bura əlbəttə ki, məşqlər olub, amma onu bir balaca mən detallı şəkildə bu suala biraz cavab verməyə çətinlik çəkəcəm. Bəlkə də Zirə ilə oynadığımız 120 dəqiqə, Tovuz səfəri, sabahla bugün gücün tükənməyi ola bilər, əlbəttə ki, bu görsəndi. Futbolçular həm yoruldular, həm bir balaca psixoloji cəhətdən də gərgindilər, hiss olunur bu. Və əlbəttə ki, azarkeşlərimizi bütün futbolçular olaraq gedib orada üzrxahlıq eləmək olardı, amma düşünürəm artıq futbolçular da biraz utanır bu nəticələrdən. İnşallah ki, qarşıdakı günlərdə Neftçi üçün xeyirli olar, yeni baş məşqçi gələr, inşallah komandanı toparlayar. Biz ancaq Neftçinin yaxşı olmasını arzulayırıq. Tamam, təbii ki, müvəqqəti baş məşqçisiz deyə sizdən nələrsə soruşmaq bir qədər çətindir, amma bugün qarşımızda sizsiz deyə məcburuq sizdən soruşmağa. Birinci turdan, birinci oyundan Kənan Piriç səhvləri ipə düzür. Bugün də birinci qolda səhvi vardı, başqa səhvlər də vardı, amma heç bir halda ehtiyata göndərilmir. Halbuki ehtiyata millinin qapıçısı var. Maraqlıdır, niyə bu qədər lüksü hardan alır o? Digər futbolçu Sesi Dialmeida ilə bağlıdır, səhvləri ardıcıl düzür, hər oyunda səhvlər. Təbii ki, sizdən öncə Samir Abbasov idi, dəyişmirdi israrlı olaraq. Maraqlıdır, arxasında nə dayanır bu futbolçuların bu qədər start heyətində qalmasını? Belə deyim də, bəlkə də siz qıraqdan daha yaxşı görürsünüz. Mən də oyunları izləyirdim, Neftçinin oyunlarını. Yenə deyirəm, birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Çünki futbolçular zaten meydanda olan futbolçulardır. Elə futbolçular var idi ki, məsələn, Edwin Kuç kimi uzun zədədən sonra oynamadı. Bu son 2-3 gün məşqlərdə var idi. O da bilirsiniz ki, məşqlərimiz sıx qrafikdə olduğuna görə heç məşq də keçə bilmirik. Çünki daha çox bərpaya və oyun qabağı məşqə önəm verir. Bu da yəni sadəcə olaraq futbolçuları tonusda saxlamaq üçündür. Digər futbolçular əlbəttə ki, rəqabətdə gərək məşqlərdə, bundan öncəki məşqlərdə olsun, özlərini yaxşı tərəfdən göstərsinlər ki, meydana çıxa bilsinlər. Yenə deyirəm, mən sadəcə gördüklərimi oynatdım, o qədər də məşqdə görə bilmədiyim üçün, yəni sadəcə belə bir dəyişikliyə gedə bilmədim.